Güzel ritmler rəqs edirlər və həm də bu 13 onlar üçün bir fürsət olub ki, mədəniyyətlərini burada göstərə bilsinlər Bakıda. Olimpiya mərkəzi, Expo mərkəz, bax bu əcnəbilərin bu rəqslərinə demək olar ki, ev sahibliyi edir. Biz isə tamaşaçı kimi baxırıq. Rəqs mədəniyyəti özünə məxsus rəqsləri var və hər anın fürsət bilib öz mədəniyyətlərini yaymaq, təbliğ etmək kimi bir imkanı niyə əldən qaçırsınlar ki, bu 13 də bunlar üçün bir fürsətdir və öz mədəniyyətlərini, öz rəqslərini, milli rəqslərini və milli kimliklərini göstərirlər. Və çox maraqlıdır, çox ritmikdir, elə göründüyü kimi tamaşaçıların da sayı çoxdur. Rəqsləri, ritmik hərəkətləri bir yana, üzərlərində gəzdirdikləri aksesuarları da çox ağırdır. O da bir xüsusi məharət tələb edir. Onları üzərlərində gəzdirmək, həm də öz o ritmik rəqslərini göstərmək. Bundan başka ne demek olar ki? Çok bravo, çok bravo.